Şimdi göstərək ki, bu bərabərlik doğrudur yoxsa yox. Deməli, nə edirəm? Bu bir dənə üçbucaqdır. İstənilən BAC üçbucağıdır. Bu hündürlükdür. Bu perpendikulyar olduğuna görə, yəni hündürlük olsa perpendikulyardır hər iki tərəfdən. Bura məsələn mən alfa desəm bu bucağa. Onda bu tərəfə də beta desəm. Düzdürmü? Onda burada alfa olmuş olur. Burada beta olmuş olur. Düzdürmü? İndi bu sahə olduğuna görə dərsimiz sahə üzərindən gedirəm də. Məsələn, ən sadə yolla da bunu belə yaza bilərik. Çox dərsində isbatların növü, yəni müxtəlif formada isbatları var. İndi nə edək? Gəlin biz belə danışaq da. Bu iki dənə sahə yoxdur. Tutaq ki, məsələn, bura deyirəm A, B, bura deyim, tutaq ki, M, bura da deyirəm N. Bu sahə A, B, N üstə gəlinsin sahə B, N, M bərabərdir sahə A, B, M-ə də, düzdürmü? Yəni bu iki dənə sahənin toplamı ümumi sahəni verməlidir. Bunun üzərindən başlayaq yazmağa. Deməli, belə yaza bilərəm da mən. Bu kiçik ABN üçbucağın sahəsini tapmaq istəyirəm. Sahə nətər idi? S bərabər olur. Sinus. Bəli. İki tərəf və arasında qalan bucağın sinusu. Yəni B vurulsun HC vurulsun sinus beta bölünsün 2. Düzdürmü? Eyni qayda ilə bu birini də yaza bilərəm. Deməli, S, B, N, M üçbucağı bərabərdir. Bu dəfə də nə yazaram? Belə yazaram. A, H, C, bu dəfə sinus alfa bölü 2-yə bərabərdir. Bəli. Ümuminin sahəsi nəyə bərabər olmuş olacaqdır? Onda B, A tərəfi və onlar arasında qalan bucaq. Arasında qalan bucaq nə qədərdir? Alfa plus betadır. Bəli. Düzdür? Onda belə yazıram da bunda. Aha. Ümumi sahəni belə yazıram bunda. A, B, sinus alfa plus beta bölünsün 2. Deməli, bu iki dənənin toplamı, iki sahənin toplamı, bu üçüncüyə bərabər olmalıdır. Hər üçünün məxrəci 2 olduğuna 2-ləri atıram kənara. Belə yazıram bunda. A, H, C, sinus alfa üstə gəlinsin B, H, C, sinus beta bərabərdir A, B, sinus alfa plus beta. Düzdür? Hər tərəfdən, deməli, hər tərəfi AB-yə bölürəm. Olar da, buranı da AB-yə bölürəm, buranı da AB-yə bölürəm. Çünki AB-dən qurtarmaq istəyirəm da. Sağ tərəfdəki AB-yə bölürəm. Deməli, ixtisarlar gedəndən sonra, deməli, bundan bu ixtisar getdi. Buradan alınır ki, sinus alfa plus beta bərabərdir. Burada bu B ilə B gedir, qalır HC bölünsün A sinus beta, üstə gəlinsin. Buradan da bu A ilə A gedir, olur HC bölünsün, deməli, B sinus alfa. İndi fikir verin, indi çıxaq bir dənə üçbucağa baxalım burada. Məsələn, bu bucağın kosinusunu tapmaq istəsəm, HC-nin B-yə nisbəti 4 ki, bitişik katet çünki bu üçbucaqda HC olmuş olur, hipotenuzda B olur, düzdürmü? Onda, bax burada bu HC bölünsün B-nin yerinə kosinus B yazıram, sinus alfa yazıram. Üstə gəlinsin, HC bölünsün A-ya baxsaq burada, fikir verin, bax burada HC yenə bölünsün A bizə nə vermiş olur? Buranın kosinusunu vermiş olur bu bucağın. Çünki bu tərəfdən də bitişik HC-dir. Yenə də hipotenuz A-dır. Onda burada yazıram. Deməli, bax, bunun da yerinə yazıram. Kosinus alfa sinus beta. Bərabər oldu nəyə? Sinus alfa plus beta. Deməli, bərabərlik doğruymuş.